Şükür. Ayrıla bilmədim, onu tək çıxada bilmədim. Götürdüm, canlı bağladım, təzədən açdım. Tamam qardaş, pulu boş-boş oxudum mesajımı, təşəkkür. Amma belə başım çıxmır oyundan. Ona görə bir dəfə bağladım, təzədən girdim. Bax, görürsünüz, Rusif də qoşuldu, dedi. Yaxşı, mən səhv olsaydım, bugünkü gündə mənim söhbətimdə Qazaxıstan, Dağıstan, Moskvanın özündən bir çox şeyləri, vilayətləri, hamısı mənə tərəfdir. Əksəriyyəti hamısı demək düz çıxmaz. Faiz nisbətə böləndə, yəni 80%, 70%. Əgər mən yalancı adam olsaydım, məndən də çox həyatı görən, bilən adamlar var. Mən nəyəm ki? Mən məsələn, onların 20%-ni bilmirəm. Onlar hamısı dəstək olur mənə. Mənə dəstək olmur, haqqa dəstək olur, düzgünlüyə dəstək olur. Çünki belə söhbətlər həmişə olub. Varavskoy özünə vur deyənlər, neçə səvə görmüşəm ki, özünə vura deyənlər kimsə qorxudur, alladır, yüklüyür, pul alır. Mən istəyirəm ki, belə şeylər yığışsın, belə şeylər olmasın. Belə adamlara inanmayın, belə adamlar iştirak... Vüsal. Nə deyim, deyəcəm yalansın, belə-belə çökələcəksən. Sən deyən şeyin indiyə kimi mən görməmişəm. Bildin? Şərəfsiz yazı bu kakos azıyla. Kakos rəngi bilmirəm. Başqa adamlar. Yəni, bax, yenə deyirəm, diqqət olun. Mən oğlu ilə oturmuşam, iş görmüşəm. İndi oğlunu söhbətə çağırıram. Niyə gəlmir? Oğlu qorxdu. Bax, belə də ad verirəm. Oğlu Rüfət yox, qorxaq Rüfət. Bugün nə adı onun qorxaq Rüfət. Bir adamın anası xəstədir, onun 17 milyon rublunu götürüb, 2 milyon verməyib, baş üstə. Rufisin. Bir də salam qaqaş, gör nə deyirəm. Deyirsən, söhbətə çağırdım, gəlmədi. Rüfət bilmir ki, çeçenlər onu gözləyir. Moskvada çeçenlər onu gözləyir, bilmir. Lap qəşəng bilir, ona zəng də eləyiblər. Bizim özümüz də qolaq şahidi olmuşuq. Telefonlara cavab vermir, görüşlərə çıxmır. Qorxaqdır da. Hər yandadır, internet zəifdir. Rusif, səndə internet zəifdir. Dedim, Mini Pərvizdən salam. Sən burada nikin hansıdır ki, hesabın hansıdır, ay Pərviz? Rusif. Rusif. Oğru yoxdur, var, doğru var. Rüfəti mən həyatda, real həyatda söhbətə çağırıram. Qorxur. Belə adını qoyuram onun. Qorxaq Rüfət. Yenə deyirəm, Allah bütün yaxşı dustaqların, bütün dustaqların, haqq üçün savaşanların qapısını açsın, zindanlı olanların. Bu yetim sahibirin də həmçini. Yəni, belə şəxsidə tanışdığım olmayıb, heç bir dəfə salam elkim olmayıb. Amma ki, onun qardaşına olunan haqsızlıqdır. Yəni, qardaşım Fəhlə baba idi, yəni zəhmətkeş bir insan idi. Fəhlə baba pis mənada demirəm, yəni zəhmətkeş mənasında deyirəm. Yəni onu tutdular, döydülər, video çəkdilər. Nə oldu ki, özlərini sındırdılar da, onu yox. Həmin şey mənə eləmək istəyirlər, güya. Dünən yazıblar ki, öldürəcək. Siz kimi öldürmüşsünüz indiyə kimi, kişi? Siz ancaq onu bunu görün. Özünüz neynəmişsiniz? Onda Rüfət killerdirsə, killerdən oğru olmaz. Rüfət əvvəl nə olub, bir də ona baxın da. Mən pulumu fırladım. Ben fırlatmak başka olur. Alır, deyirsən, vermeyeceğim. Davaya getdim. Mən iş danışmışam, oturmuşuq, söz veriblər, söz kəsmişik. Verdiyi sözü tuta bilməyiblər. Murad, bir də Rəşad. İkisi də söhbətə çağırıram. Rüfətlə bir yerdə üçüzü də söhbətə çağırıram. Boş-boş deyirlər ki, bizi söhbətə çağırır, bizi yandıracaq. Yaxşı söhbətə gəlmin, konferansa gəlin.
Göz üzləri yoxdur. Neçə dənə mesaj var, onlara göstəriblər. İstəmirəm elə şeylər göstərəm. Qaçırlar. Qaçırlarsa səhvdir. Ona görə uşaq var, mənə yığıb deyir, sən qaqışı söymüsən, belə filan. O şeyləri eləməyin. Yaxşı. Çünki o məni yığanlar, siz məndən görüşə bilməzsiniz. Mənə qardaş deyən, mənim qardaşlarımla görüşə bilməzsiniz. Qaçarsınız. Elə qaçdınız da bir iki nəfərdə. Bir də ki, nəyə lazım başqasına görə özü bədbəxt eləsin? Mənim sizlə söhbətim ki, yoxdur. Sizə ziyanım da yoxdur, sizə pisliyim də yoxdur. Mən amma pisliyi deyib, görürsən 3 nəfər eləyirəm. Mən demirəm ki, o kişi Rüfətin ətrafında olan filan kəs, filan kəs, filan kəs. Onlar heç birini tanımıram. Onlar ayrı insan, mən ayrı insan. Mən 3 nəfər səhv eləyim. Mən bu massa var, deyirsiz, bizim oğlumuz. Sizin oğlunuzu gətirirəm söhbətə, səhv çıxadacam, yola salacam. Ona elə boş-boş söhbətdə eləməyin. O söyən var idi, mənim balamla söyən canlı yayında nömrəni yazdım, zəng eləmədilər. Onun adını deyəsən səhv bilirdim, adı başqadır, amma Lənkəranlıdır. Mən özüm də Lənkəranlıyım. Lənkəranda mənə inananlar, mənə haqq bilənlər, mənə bir dənə kömək eləsin. O oğlan bir dənə şəkli mənə versin. Heç ünvanını istəmirəm. Bir dənə şəkli mənə verin. Küçük 56, səhv sən, mən səhvəm, özünsən, sənin axsaqqalındır, Varavskoydakı axsaqqalın. Hardan səhvəm, cındır, söz verib də, bunları söyüyüm, bu şərəfsizləri söyüyüm, bir-bir söyüyüm, mən söyüş bilmirəm. İçib söymüşdüm, yenə söyüyüm, indi trez başa. Qardaş, Vüsal'la nə danışa bilərəm, Vüsal neyniyə bilər bu söhbətdə? Bir söz kim? Vüsal heç kim bu söhbətdə heç nə eləmir. Bu söhbətdə kömək eləyən bir onu eləyə bilər ki, Rüfəti çıxartsın qabağıma, ya konferansa, ya belə. Rüfət getdi. Pula görə eydilər. Özdə ki, bir insanın çətin vaxtında olanda adama tema kimi baxmazlar. Bu Murad da getdi. Rəşad da etdi. Ancaq alçaq şərəfsiz yalan palan danışırlar. Bu qədər millət gördü. Bax, Kanadada video izlənib, Amerikada izlənib, Montenegroda izlənib, İtaliyada izlənib, İspaniyada izlənib, Dağıstan, Qazaxıstan, Rusiya, Azərbaycan, bir dənə Dubay, dünyanın bir dənə bu 3 dənə götlü başlı oğlan görmədi videonu. Bunlar bu Astarlı Vüsalı deyir, söhbətə vermək, o neyniyə bilər ki? Heç onu mən neyim? Ne mənə yəni heç kimin belə pis çıxmasın lazımdır. Mən birinci ibləsam getsin, mənim üçün Rüfətlə söhbət etsin. Mənə kim kömək eləyə bilərsə, mən bilirəm, mənə kömək eləyənlərdən biri də Paşa Gürcüstanlı olacaq. Deyiblər ki, o düzdür də, o da düzə gedəndir, onun da çevrəsi böyüdür. Mən onun birbaşa əlaqəm yoxdur. Amma xəbər göndərmişəm ki, bu işdə mənə kömək elə. Çünki lazımdır ki, ədəbiyyat dilində deyək də məclisi üns, məclis təşkil eləmək. Məclis təşkil eləyək, ağ qoyunla qara qoyun bilinsin. Yəni gördünüz, mən qalım qırağa. Bir adamın anası xəstə olan vaxtı pulun yiyib, 17 milyon götürmüsən də, düzdürlər o Azər Lənkəranlı Kamran. 15 milyonun götür, 2 milyonun ver, qoy anası sağalsın da. Bunu eləyənə necə mən hörmət eləyib? Hələ oğlu söhbətini qoyuram qırağa. Necə hörmət edeyim? Bir adamın anadan, baladan, ailədən əziz şey var. Belə şey olar, bir adamın ailəsinin, anasını ölümə göndər. Bunlar düzdür axı. Ona görə bilib bilməyəcəm, məni söyməyəcəm. Məni söymək istəyən, mənə zəng eləsin. Ya məndən indi mənim problemim var, Azərbaycana gələ bilmirəm. Mən qaçmamışam Azərbaycana. Mənim problemim var. İstəyirəm ki, qaydasına qoyum, öz vətənimdə yaşayayım, ailəmin yanında olum. Mən gələ bilmirəm. Gələ bilirsinizsə, gəlin görüşək. Görüşə bilərsiniz məndən. Gələ bilmirsinizsə, necə Rüfətə qardaşlıq demirsiniz siz? Mənə də qardaş deyənə var. Onlarla görüşə bilərsiniz. Vallahi görüşə bilməzsiniz. Hüseyin Aşıqdır. Burada adın yoxdur, axı mən necə qoşum səni? Mənim başım da çıxmış bu qoşmaydan. Rusif dostluğum da var, onu qoşa bilirəm. Mən İrandayam, Ərdəbildəyəm, yerimi də hamısına demişəm. Bəli, Rüfət Feyzbey adamı da, Rəşad özü mənə, mən qaldığım oteldə 2-ci gün idi, gəldi saat ardası axşam. Bax, tarix nə qədər deyəcəyim. 24 sentyabr 2024 arası 11'ə qalmışsa. Dedi ki, telefonlar 2-3 dənə telefon var idi, bir dənə də əlində belə Wi-Fi gəzdirirdi. Telefonların heç birində nömrə yox idi.
Ay Hüseyin Aşık'ın Necip Gene mən gönlümdə Hüseyin Aşık'ı tapdım, qoşdum. Onlar ki bax Facebook bizi qoruyur. Rəşadın cümləsini deyirəm, and ola Allaha. Məndən əlaqə mən saxlayıram Facebook. Ərəblər deyir ki, bu nömrəni, telefon nömrəni dəyiş, maşın nömrəni dəyiş. Biz Salam də deyik. adaş. Bax, Axşamın xeyir. salam, salam. Hər vaxtın xeyir. Tanıdın qardaş. Üzürlü son tanımadım. Hamısı Üzürlü Şey- düşmənin ortasında da. WhatsApp-da kömək istəmişdim ey qardaş səndən. Dedin canlıya qoşularsan inşallah dəstək olarıq. Oğlum, Allah kömək olsun. Mən onun hamısı bilir ki, mən problemdəyəm. Hesablarım blokdadır. Bilirəm, Özümün bilirəm. burada da problem. Yəni burada canlıda icazə verərsən hamıdan istəyim bu qardaşlardan, millətimizdən. Ha, istəmirəm işte. Hamınızın axşamınız xeyir olsun qardaşlar, bacılar, kim varsa burada, xanımlarımız da varsa. Mən evladım üçün kömək istəyirəm. Cəmi cümlətəni 642 manat pul lazımdır. Hərə 1 manatdan mənə dəstək ola bilərmi? Bir qardaş kimi, millət kimi. Xahiş edirəm hər birinizdən. Görürsən Çox adaş, sağ ol. çoxsu Allah kömək. sağ ol ay adaş, sağ ol. Allah sənə ömür versin, sağlam ömür qardaş. Görürsən, çoxsu bana təhqir yazır mənim üçün. Yo, başa düşəcək, başa düşməyəni onsuz başa salmaq olmur ki, mən 10 gündə həqiqəti deyirəm, hamı mən şey eləmir ki, dəstəkləmir ki, bu həyatda o tərəfdə olur, bu tərəfdə olur. Allah köməyin Elədir. olsun, Allah bizə kömək olsun. Nizat qardaş, çox sağ ol. Kartı səsləndirsəm olar da da burada. Lap Bloka inanmışsın. gedəcəm, səhər şəxsi və gördülər də yazarlar, çünki səslənsin, bloka gedəcəm. Hamı deyir kart Sən- yazın hə. Sən mənə kartı yazarsan, eybi yoxdur, mən sabah paylaşaram. Sənə Başqa WhatsApp-da atmışdım qardaş mən. Adaş. Tanımadın oğlumla özümün uşağın şəklini atmışdım sənə. Yadıma düşdü, Lənkəranlı da. Mingəçevir qardaş. Hə, bildim, Allah köməyin olsun. Uşaq əməliyyatdan yaxşı çıxdı. Əlhəmdülillah, şükür də. Qardaş, onsuz sən hesabı gördülər. Kömək eləyən sənin hesabına da yazıb, sənin özündən kart alacaq. Burada Hesab eləməyəndə sən sabitləyə versin, bilməzsən qardaş. Adaş, mən düşsəm buradan. Vallahi mən başım çıxmır. Hacan. Vallahi başım çıxmır. Bəğadi oyunu bağlamaq üçün canlı bağlayıb təzədən girdim. Elədir. Sənin onsuz hesabın buradadır da qardaş. Yəni dedin, icazə versən ki, sonlandıra bağlantını. Onsuz Kim Hüseyin kömək eləmək Aşıqdır. istəsə, mənə şəxsiyə yazsın, xahiş edirəm hər birinizdən. Bir millətiniz kimi xahiş edirəm. Tamam. Heç nə qardaş, Allah səndən razı olsun, Allah ömür versin. Sizə də Yaxşılardan Allah olasan. sağlamlığın versin, valideynlərini də sevindirsin inşallah. Var ol atam, var ol. Allah razı olsun, sonsuz razı olsun qardaş. Hər birinizdən. Sağ ol. Allah'a emanet. Sağ ol. Hakkını halal elə. Siz də sağ ol. Siz də sağ olun. Neyse, uzun sözün qısası. Vallahi heç kimi qoşmuram. Mən sözümü dedim. Mənə də bu söyənlər var ha. Mənim nömrəmi bilir. WhatsApp-ımı da bilir. Yazsınlar. Yenə deyirəm, təkrar edirəm. Rüfəti, oğlu Rüfəti söhbətə çağırıram. Daha onu bunu göndərmirsin. Əgər bu doğrudan oğludursa, gəlsin söhbət. Konferansa gəlsin. Ya da bir dənə neytral geçsək. O da gəlsin. Mən deyəlim, məclis üns olsun. Mən FSB-dən danışırdım. Rəşad oteldə gəldi. 24 sentyabr 2024 elə həmin gün gəldi. 23-ü gecə uçdum, 24-ü çatdım. O 24-ü gecə Rüfət gəldi. 3-4-ün yarısı. 24-dən 25-nə keçəcəkdi. Saat 11 idi, 1 saat qalmışdı 25-nə saatına. Bu gəldi. 2-3 dənə telefon idi, Wi-Fi aparatı ilə yazırdı. Dedim, bunlar nədir? Dedi ki, mən Facebook ilə mən əlaqələrə keçirəm.
bizi bilsən də deyir Facebook qoruyur. Məsələn deyir ki, hansı maşın nömrəsini nə vaxt dəyiş, hansı telefon nömrəsini nə vaxt dəyiş. And o Allaha, vicdanıma, şərəfimə düz danışım. Rəşadın mən qaldığım oteldə mən elədiyi söhbətdir. Budur. İndi belə adam necə Mirni, Vordan danışa bilər? Sənə Facebook qoruyur, doğrudur. İndi neysən ki, Facebook'un pulunu yumayırmısın. Neçə və mənə attım yedəcəm. Zəng gəlib ki, bu son 3 ay çıxmayla, bu 3 aydan əvvəl gəlirdi ki, gəl bizim yanımıza bir yerdə işləyək. Yaxşı pul var, amma mən getmədim. Nəyə görə getmədim? Çoxusu deyir, Rüfət çağır gedir. Rüfət kimdir ki, Rüfət mənə çağırsın gedim. Bu mənə səhv eləyib. Bu mənə hörmətsizlik eləyib. Mən bunu cavabım verməliyim. Gelib buna yaltaqlanmalı deyirəm. Ona görə heç kim ona boş yerə yaltaqlanmasın. Ona görə məni söyənlər, mənə mesaj yazanlar, sinəsini qabağa verənlər, ondan da alqış alacaqsınız. Nə sizi yanına çağıracaq, yanına çağırsa da bədbəxt eləməyə çağıracaq. Çubuq baxmayın, nə vaxtsa gedəsiniz, ağzınızı başa yığın, öz həyatınızı yaşayın. Piçim yadımdan çıxdı. Öz həyatınızı yaşayın, öz həyatınızı qurun. Bunlar əgər bir gün sənə çağırdı, 10 gün, 15 gün, 2 il sonra sənin eşi qutarsa səni də yandıracaq. Bunlar neçə sənə dostlarını elə yandırıb. Hansı Rüfətdən edir? Bu Rüfət Gəncəski, oğlu Rüfət. Bir də onun türmədən çıxan vaxtı idi, 3 il bundan əvvəl, nə vaxtsa. Fikir verdiniz ki, əlindəki sportivini Rus sportivini adı, Rus znakı adı. Yəni o özü bir mesaj idi. O özü bir mesajdı, sən bizsin işləyəcəksən. Onu orada kim qoruyur? O Sergeyin işlərini görür. Yəni mən məcbur elə bunlar deyim, insanların gözü açılsın, bunu daha da düşməyin. Yenə deyirəm, bu əgər oğludursa, bunu baleşiklər ki, mənə zəng eləyib, mənə söhbətə çağıra bilsə, bu oğlu çağıra bilməyir. O söhbətlər keçsin, Urvin, sən kimsən? Sergey o Rusiyanın FSB-sinin təhlükəsizlik generalıdır. Soyadını da bilirəm, prosta T ilə başlayır, yadımdan çıxıb indi. Yazmışam ona telefonu. Mən olan oğru deyəndə millət tanıyır da, belə desəm Rüfət, deyəcəklər hansı Rüfət? Deyirəm də oğru Rüfət, amma oğru zat deyir. Obşim, uzun sözün qısası. Yəni, tanıyın ki, kim kimdir. Bax, Rusif çıxdı, o anası rəhmət edən Kamran dedi. Allah anasını rəhmət eləsin, qalanlarına can sağlıq versin. Astrada bir dənə billəm 250 min dollar, o yazıq qorxur, girmir söhbət. Neçə dənə belələri var. Yəni, ay sol, hə, o idi, həmin ad, hə. Narişli idi, neydi, odur. Mən verməmişəm, hiç oldu, danışdıq, yenə deyirəm, mən bu Rüfəti söhbətə çağırırım, tək çağırmıram, Muraddır, Rəşaddır, Rüfətdir. Üçü də gəlsin məndən söhbətə, üçü də gəlsin məndən söhbətə. Sağ olun.